Möhtərəm və dəyərli müsəlmanlar. Bəzən biz qeyri-müsəlmanların bayramlarının qadağan olunmağı barəsində danışanda əlavə fayda üçün orada baş verən pisliklərə də toxunuruq. Məsələn, içkinin, zina, musiqi, kişilərin qadına qarışması, qadınların kişiyə qarışması. Belə olanda bəzi müsəlmanlar sual verir ki, bəs yaxşı onda musiqi olmadan, içki olmadan, kişilər başqa, qadınlar başqa. Məqsədimiz də uşaqları sevindirməkdir ki, uşaqlar sevinsin, başqa uşaqlardan seçilməsin. Belə olduğu halda qeyri-müsəlmanların bayramlarını keçirtmək olarmı? Cavab odur ki, o bayramlar qeyri-müsəlmanların bayramlarını keçirtmək ona görə qadağan olunmayıb ki, orada içki var və ya musiqi var. Hətta sən o bayramları içkisiz, musiqisiz keçirsən belə, şəriət sənə qadağan edir onu keçirtməyi. Yəni, Allah Subhanahu taala bizi çəkindirir qeyri-müsəlmanların adətlərindən getməyi, onların bayramlarını qeyd eləməyi, həmçinin müsəlmanların özlərini qeyri-müsəlmanlara oxşatmağı, həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən təşəbbəhə bi qavmin fəhuvə minhum." Kim özünü bir qovmə bənzədərsə, o da onlardan sayılar. Həmçinin Allah Subhanahu taala Quran-Kərimdə bizə əmr eləyir və buyurur ki, yaxşılıq və təqva üzərində yardımlaşın, kömək eləyin. Pislik və düşmənçilik üzərində isə bir-birinizə dəstək olmayın, yardım eləməyin. Həmçinin elm əhli bu ayəni danışanda burada gətirir ki, kim ki qeyri-müsəlmanların bayramlarını qeyd eləyirsə, keçirdirsə, sanki onlara pislikdə və düşmənçilikdə yardım eləmiş kimi sayılır. Onun növlərindəndir. Həmçinin sahabələrdən Ömər ibn Xattab radiyallahu anh buyurur ki, Allahın düşmənləri olan Yahudilərin və Nəsranilərin cəm olduğu bayramlardan çəkinin. Çünki həqiqətən də Allahın qəzəbi onların üzərinə inir. Ona görə bu məsələyə elə-belə baxmaq lazım deyil. Allahdan qorxmaq lazımdır və bu bayramlardan çəkinmək lazımdır. İstər orada içki olsun, istər içki olmasın, fərqi yoxdur. Əgər o qeyri-müsəlmanların bayramıdırsa, o bayramları qeyd etmək qadağandır, qətiyyən qadağandır, haramdır. Həmçinin uşaqlara gəldikdə isə uşaqların sevinməyi üçün gözləmək lazım deyil ki, yeni il gəlsin və ya Novruz bayramı. İstədiyin vaxt uşaqları sevindirə bilərsən, istədiyin vaxtı sən yeyib içmək uşaqlara verə bilərsən. Ona görə həmçinin gözləmə ki, uşaqlar böyüsün, sonra başa salarıq. Çünki bəzən gözünü açıb baxırsan ki, qıza elçi gəliblər, oğlan da elçi göndərir. Heç vaxt eləyib onlara tərbiyə verə bilməyibsən. Elə uşaq vaxtından onları İslam tərbiyəsi ilə, Quran və sünnə üzərində böyütməlisən. Ki, elə uşaqlıqdan başa düşsün ki, biz müsəlmanıq və bizə belə şeylər keçirtmək olmaz, qadağandır. Yenə and olsun Allah bilə.